Həmçinin şərhdə yazılır ki, tağutu inkar etməyən müsəlman sayılır. Elhamdülillah, ümumiyyətlə hər bir müsəlman tağutu inkar etməlidir. O imanın əsaslarındandır. Necə Allah Teala buyurur: "Və men yekfur bit-tağuti və yu'min billah." Kim tağutu inkar edib və Allah'a iman gətirsə. Lakin tağut nədir? Xavariclər bu kəlmədən alladırlar cavanları. Tağut kim Allah'tan qeyrisindən həddi aşıb. Allah'tan qeyrisindən həddi aşıb. Məsələn, şeirbazlar tağutdur məsələn. Məsələn, elmsiz danışan tağutdur. Məsələn, rüşvət verən tağutdur, alan həmçinin. Lakin orada nə məsələ var? İncəlik. Xavariclər, təkfirçilər, tağutun növlərindən həmçinin Allah'ın hökm verməyən, Allah'ın hökm verməyən böyük günah sahiblərinin mərtəbəsindədir, sırasındadır. Onlar bunu sadəcə götürüblər, şişirdirlər bunu. Və var belə ki, məsələn, hətta mumeyyilərin arasında da var, hətta polisi tağut deyirlər. Lakin öz aralarında, belə məsələn, düzdür, bildirmirlər, amma öz aralarında hətta mumeyyilər, polislərimizə və s. Onlar tağut deyirlər, o ki qaldı hakimə və s. Sadəcə mumeyyilərlə xavaricdən fərqi nədir? Xavariclər açıqdırlar bu məsələdə. Mumeyyilər gizli, pərdə arxasıdır. Ona görə mumeyyilər xavariclərdən daha təhlükəlidirlər. Çünki mumeyyilər özləri sələf yolunda olmağın bildirirlər. Bir də sələfi var, hansı ki, sələfilikdən uzaqdır. Məsələn, götür o, keçən dəfə mövzularda sual vermişdir. Abu Hanzalə. Abu Hanzalə sələfi demək cahillikdir. Və ya İbn Ladənə sələfi deyən cahildir. Və ya Eyman Zavahiriyə və ya başqalarına, radikallara və ya Bəğdadiyə və s. Onlar sələfi deyil. Və mumeyyilər həmçinin, mən ifrata varan o əsil mumeyyilərdən danışıram. Mumeyyili bilirsiniz, növləri var. Kimdə çoxdur, kimdə azdır. Lakin var onda mumeyyilik. Mumeyyilər açıq aydın, onlar polisimizə tağut deyirlər. O ki qaldı başqalarına, ondan yuxarı. Şeyx, olan bəzilərinə həmsöhbət olanda, onlar deyirlər ki, bu qasetlər ağızlarına ki, polis tağutdur. Onlardan soruşanda ki, sən bu etiqadda deyilsən də, niyə deyirsən? Deyir, yox, o mənada deyirəm. Yəni, deyirəm ki, hansı ki, dövlət ona iş tapşırıb. O işi yerinə getirir, onda yox. İşdən kənara çıxanda deyir tağut. Qəribə izah verirlər. Onda hələ desin də, işdən qırağı çıxanda tağut olurlar. Amma hələ demirlər axı. O bilirsiniz, onlar qaçırlar söhbətdən. Necə deyirlər, don geyindirirlər məsələyə. Amma biz bilirik axı, olmaz hələ şey var, ümumiyyətli sələ. Yoxdur hələ şey. Ya tağutsan, ya da belə qıtardır. Aydındır. Ümumiyyətlə, bu sözü işlətmək düzgün deyil bizim polislərə. Düzgün deyil. Bu xavariclərin əlamətlərindəndir. Ola bilsin, adam mumeyyilərin arasında xüsusi məclislərdə oturanda ola bilsin, onlar danışırlar. Amma o bilmir ki, artıq problemə düşüb. Xavaricliyin iyi gəlir ondan. Çünki bilirsiniz, bəzilə biz görürük də, çıxışlar, idmançı, sonra nə bilim, bütün hamısını birləşdirən və s. bilinmir nə deyil. Çoxdur belə. Və ya bir-iki yerdə demişəm, mən tövbə eləmişəm, qutardı. Onun yerinə başqaları yayır. Çıxıb özü demir, başqaları yayır. Belə tövbə olar. Özdə belə məsələlərdə. Əgər sıravi adam olsaydı, balaca bir məsələ olsaydı, deyərdi ya. Və ya dünya məsələ deyərdi ya. Heç özü bilər, qarışmırıq biz. Lakin sən dini məsələdə əhlüsünə, üsuluna müxalif olan məsələlərdə, hansı ki, birinə əhlüsünə, üsuluna müxalif olsun, necə İmam Əhməd deyir, usul sünnədə. Birinə müxalif olsun, sən artıq əhlüsünə sayılmırsan. Hələ məsələlərdə çoxsu ağızlarına su alıb, necə deyirlər, dayanıblar. Bəziləri də onların arasında bilirlər, yenə susurlar. Onlar da təhlükədir. Onlar da, hələ adamlara ehtimad olunmur. Onlar özləri əldən təəccüblənsə deyirlər, bizdə nə var ki? Hələ bu nə var, hələ bəs deyil. Bu nə var, bəs deyil. Bəs sizə cəmaat ehtimad edir axı. Siz əgər susursunuzsa, bəli, bu cür məsələlərə daha neyini yeyirsən?
Siz nəyə lazımsınız əslən? Ona görə, məsələn, əldən çıxışlar görə, şey birində nəsə varsa da cüzi məsələ. Nə var ki, nöş qaldırırsan, nöş o cüzi məsələ sonra böyük məsələ olur. Onlar başa düşmürlər ki, böyük məsələlər cüzi məsələlərdən başlayır. Əgər hələ olsaydı, əgər hələ yanaşma olsaydı, onda Əbu Musa Əl-Əşari gəlib İbn Məsuda deməzdi ki, Kufədə, meçiddə halqa zikirləyirlər. Balaca məsələ idi də, lakin hər bir məsələ, balaca məsələ sonra böyüyür, əgər qabağını almasan. Onlar başa düşmür, çünki ona görə o halqadakı zikirləyənlər var idi ya. Birinci belə təhlükəli deyildi. Sadəcə sahabələrin yolunun müxalif idi Peyğəmbər sallallahu əleyhi və səlləm yoluna, Qurana. Ravi deyir ki, sonra deyir Nəhriman döyüşündə, Xavariclərlə döyüşəndə biz o halqa olan zikirləyənlər var idi ya meçiddə Kufədə. Onlar Xavariclərlə bir yerdə idilər. Lakin görürsən nədən başladı? Ona görə bəldən çıxışlar olur. Bu nə deyə çox danışır, bu nədir? Balaca məsələlərdə şişirdir söz. Şişirdən yox deyə biz sadəcə bilirik ki, bu hara gedir. Belə fikirlər nəyə aparır? Biz qeybi bilmirik ya. Bu qeybdən iddia deyil. Biz sadəcə öncəkilərə baxırıq. Tarix özün qaytarır. Tarix özün qaytarır. Necə deyirlər tarixçilər. Ona görə. Bunlar hamısı alladıcı sözlərdir. Məsələn, biri çıxır deyir bir olaq. Hətta az qalır ateistləri də deyir ki, bir olaq. Kafirləri. Və ya məsələn, biri çıxır deyir ki, lazımdır danışmaq. Biri çıxır deyir ki, bir dəfə dedim qutardı. Bir dəfə. Biri deyir ki, nə bilim, hər balaca məsələlərdir, buna görə nöş danışırsınız. Dini məsələlərdə yoxdur elə şey. Bəli, dini məsələlər təhlükəli məsələlərdirsə, biz onlardan danışmalıyıq. Hamımız, elm tələbələri xüsusən. Aydındır, məsələn, budur. Ona görə məsələn, biri əgər çıxıb deyir ki, məsələn, filan kəslər tağutdur, sabah o başqalarına da deyəcək tağut və ya artıq deyir. Əgər o aşağı təbəqəyi deyirsə belə, yuxarı təbəqəni də o tağut görür. Sadəcə bəzilər gizlədirlər, necə Mumeyilər. Aydındır? Aydın. Bəli. Həmçinin bir nəfər şərh yazıb və öyrənmək istəyir ki, kafir dedikdə nə nəzərdə tutursunuz? Kafir sözünün mənası nədir? Kafir odur ki, artıq müsəlman sayılır. Kafir odur ki, yəni o cür ölsə, əbədiyyən cəhənnəmlidir. Kafir kimi həşr olunacaq. Bu dünyada əgər kafirdirsə biri, o dünyada da kafirdir. Və salam. Bəzi istisnalar var. Fətrə əhli kimi və s. Onlar heç. Amma belə kim ki kafirdir, o dünyada da kafirdir. Bəli.